Hər zaman düşünürük ki, başqa insanlar bizdən daha çox məruz qalırlar yalan xəbərlərə və s. Onlar daha çox inanmağa meyllidir. Amma bu gerçək deyil. Biz hər birimiz dezinformasiyaya qurban gedə bilərik və eyni zamanda da bu kontekstdən asılıdır. Yəni biz o məlumatı hansı kontekstdən, kimdən eşitdiyimizə, hansı formada eşitdiyimizə aiddir. Buna baxmayaraq araşdırmalar göstərir ki, bəzi insanlar həqiqətən psixoloji olaraq daha meyllidirlər belə yanlış xəbərlərə inanmağa. Bu hansı insanlardır? Əksər hallarda ümumiyyətlə təşviş səviyyəsi yüksək olan insanlardır ki, yəni dünya dağılır xəbərinə belə bir reaksiya verir ki, həqiqətən də dünya dağılır və o məlumatı yaymağa da meyllidir. Daha sonra çox maraqlıdır ki, xoş niyyətli, altruistik insanlarda yanlış xəbərə inanma meyllilik, yüksək meyllilik göstərirlər. Eyni zamanda bir məlumatın daimi olaraq qarşımıza çıxırsa, bu da onun ümumi inandırıcılığını artdırır hər birimiz üçün. Yəni eyni xəbəri ilk dəfə görüb inanmayan insan onu 10, 15, 20 dəfə fərqli mənbələrdən görəndə və yaxud fərqli insanlardan eşidəndə onu daha inandırıcı hala gətirir.